Salam əziz izləyicilərim, xoş gördük sizi Xatirənin mətbəxində. Mən bugün yenə boranı plov hazırlayıram. Canlıda da hazırlamışdım. Bu il boranı plov YouTube kanalıma hazırlamamışdım. İndi evə bişirirdim. Təzədən canlıda çəkmişdim. İndi YouTube kanala qoyacam, çəkirəm. YouTube kanalıma da qoyuram ki, yenə də görsən çəkdiklərim gedir. Bu belədir ki, indi qabağa gəlib, qabağa baxırsan da açan kimi gəlir. Ola bilər bişirən olsun. Yenə deyirəm, hamı bişirir. Cavan gəlinlər var, cavan qızlar var, bişirmək istəyənlər var, tələbələr var, bunu sevənlər var boranı plovu. Ona görə fikir olsun, mən yenə təzədən çəkirəm. Sütlü plov hazırlayıram. Keçən dəfə mən canlıda elədim, süzmə plov elədim. Çox adam sütünü, daşmanı bişirə bilmədiyinə mən süzmə boranı plov elədim, çəkdim. Deməli, boranını doğrayıram. Bir dənə qəşəng boranıdır, 1 kilo düyüdür. Şəkər tozu əlavə edirəm, o zövqə görədir. Biraz sarı kök, duz əlavə edirəm, sütünü də tökürəm. Sütü də həmişə dediyim kimi sütlü plova sütü 1 kilo düyüyə 1 kilo süt, 1 kiloluq süt tökürəm. Elə vaxt dəmə vuranda təzədən tökürəm. Amma boranı elə deyil. Boranı biraz, məsələn, ən azı bir stəkan sütü az tökməzsən, boranın suyu olur. Boranı qaynayanda boranın öz suyu da var da, onu da buraxır suyun. Xəşil olmasın düyü, ona görə buna biraz az töksən. Dəmə vuranda görsün ki, düyü diridir. Təzədən biraz sütdən, sudan, üzərindən gəzdirib dəmə vura bilərsən. Suyu belə sütü çəkiləndən sonra mən 2 dəfə boranı plovu da, sütlü plovu da 2 dəfə qarışdıram. Bir dəfə əvvəl o sütü tökürəm, qaynayır, qarışdıram. Bir dəfə də belə sütü çəkiləndən sonra alt-üst eləyirəm, vururam dəmə. Nə boranım əzilmir, nə düyə əzilmir. Dəndən o elə bilirsən ki, süzübsən. Çox da gözəl çıxır. 50 dəfə qarışdırmağın ehtiyac yoxdur. Adam var, elə götürür qaşığı. Yeri gəldi, gəlmədi, xoşlayır qazan qarışdırmağı. Onda düyü də əzilər, boranı da əzilər. Cəmi 2 dəfə. Bir dəfə belə qarışıram, 2-ci dəfə onu qarışdırıb, alt üstüləyib dəmə vururam. Ərinmiş kərə yağını da gəzdirirəm üstünə. Boranı plov yağı çox götürür. Ümumiyyətlə, qatqılı plovlar yağı çox götürür. Az yağla yaxşı olmur. Mən özüm yağlı yiyənəm plovu, yağ onu dada gətirir. Gəzdirirəm qəşəng, yağı da üzərindən vururam dəmə. Balığı da həmişə qırmızı balıqla pişirirəm. Sütlü plovu da, boranı plovu da. Mən amma sütlü plovu ləvəngi balıqla da xoşlayıram. Bayramlarda, çərşənbədə mən ləvəngi balığı ilə sütlü plovu qırmızı balıqla eləyirəm. Hazır oldu yeməyim qəşəng, ətirli, ləzzətli. Evdə biz demək olar ki, nəvəm, qızım, özüm çox sevirik boranı plovu. Tez-tez bişirirəm. Yayda sezonunda gəlir qəşəng. Alıram boranı, nə qədər ki mənə lazımdır. Bütün qışı bayrama qədər boranını bişirib qutarıram. Novruz bayramından sonra boranı plovun yeri yoxdur. Çərşənbədə də axırıncı çərşənbədə sütlü plov hazırlayıram, kişmişli, qurmalı. Sonra yenə kişmişli plov bişirirəm, amma boranı plov bayramacan bişirirəm. Boranlarım qutarır. Özünün qazmağı da düşür qəşəng. Mən təzədən sütlü plova heç vaxt qazmaq sanmıram. Sağ olun, sağlıqla qalın.